Etibarla Aysu da mənə arada kömək edəcəklər. Hə, Etibar, izləyirsən Instagramdan bizi? TikTokdan izləyirsən? Çox bilmiş də ha. Desək ki, TikTokdan izləyim, deyəcəm ki, niyə TikTok işlədirsən? Ahmet, bax düşmə ya, orada deyirlər. Ahmet! Bak düşme ha! Aysu, sən izləyirsən də TikTokdan? Telefonu yox, deyə nümunəvi şagird. Özəlləşdirmək. Nədir sözün kökü? Nədir etibar sözün kökü? Öz, bəli. Özəlləşdirəndə sənin özünün olur və özəl olaraq sənə mənsub olur. Sözün kökü nədir? Öz. Özdən nə yarandı? Aysu? Özəl. Özəl. Öz sözündən özəl yarandı. Özəldən özəlləmək deyə bir söz yoxdur bizdə. Biz laşları parçalayıb parçalamadığımızı bilmək üçün ladan, lədən sonraya maqmək artırır. Özəlləmək sözü olmadığı üçün özəlləşmək deyirik. Özəlləşməkdən isə özəlləşdirmək deyirik. Və səlam burada nə olur? Mək qrammatik şəkil. Bəli. Bəs maqmək nə vaxt leksik olar? Deyə bilərsiniz. Əgər siz bilirsinizsə aşağıda rəylərdə yaza bilərsiniz. Maqmək o zaman leksik olar. Məsələn, birini yazıram. Yemək. Yemək başladı, hazırlandı. Başladı nə? Yemək mübtədadır. Özü ye sözün köküdür, mək isə leksikdir. Siz də aşağıda maq və mək şəkilçiləri ilə deməli düzəlmiş, düzəltmə sözləri yaza bilərsiniz.